Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, diyetoloq və nutrisioloqam. Təlimçi ekspert kimi çalışıram və hal-hazırda bilirsiniz ki, bizim hər həftə maraqlı təlimlərimiz olur. Bugünkü təlimlərimizdən biri də maraqlı bir mövzu olacaqdır və insanların son zamanlarda daha çox müraciətləri olur ki, hansı ki bu e, enerji yay aylarında enerjisinin zəifləməsidir. Əslində bu prosesin bir çox səbəbləri var. Bu günləri biz sizinlə bu səbəbləri ilk öncə ayırd edəcəyik və yaranan bu prosesi necə bərpa etməliyik o haqqda danışacağıq. Ümumiyyətlə, yay aylarında bizim enerjimiz, hətta axşam normal yuxu yatan insanlarda səhər durub eyni yorğunluqdan əziyyət çəkirlərsə də, burada da mütləqdir ki, bunun altda yatan səbəb var. Bunun bir səbəbi yoxdur, yəni bir neçə səbəbləri var. Bu günləri biz sizlə bu haqqda danışacağıq. Və Ə, xüsusilə insanlar bunu, lakin bu belə deyil. Orqanizmin özünün adaptasiya mexanizmi var ki, hansı ki bu həddindən artıq gərginləşməyə başlayır və bizə cavab verir. Cavab olaraq da nə olur? Bədənimizdə hansı proseslərlə özləşir? Əslində bu insana görə də dəyişir. Məsəl üçün, səbəbi fərqli yox. Fəsadlar da fərqi olur. Ki, insanlarda qavranma çətinləşir, beyin dumanı, kognitiv funksiyalarının zəifləməsi və əzələ tonusunun xüsusilə və yuxu da həmçinin bu bunun altda yatan əsas səbəblərdən biri xüsusilə termorequlyasiya. Bizim ta ki hava çox isinibdirsə də, həddindən artıq bir istilik varsa da, ə, ə, bədən havanı soyutmaq üçün orqanizmini, damarlarını genəldir. Və bu da başlayır dəri səthinə demək, mənim internetimdə problem var. Bir dənə bura yazarsız zəhmət olmasa. Tamam. Bir dəqiqə internet. Ə, Demək, altda yatan səbəblər var ki, əgər yenə də donma olsa, zəhmət olmasa yazarsınız. Demək, bu altda yatan səbəblər var ki, hansı ki, bəli, bəli. İndi yaxşıdır, tamam, əla. Demək, əsas səbəblərdən biri termorequlyasiyadır. Yəni, hava çox isti olur və bədən havanı soyutmaq üçün orqanizmdə damarlarımızı başlayır genətməyə və genəldən zaman başlayır qanı dəri səthinə yönəldir. Və bu zaman əlbəttə ki, dəri səthinə yönəldirsə də bizim qan axınımızın artması başlayır və bu da bizim arterial təzyiqin düşməsinə gətirib çıxarır. Çünki qan axını artanda qanın maye balansı başlayır aşağı düşməyə.
Bundan əlavə nə baş verir? Bundan əlavə bir ürək damar sistemində bir proses baş verir ki, bu da düşən, əgər təzyiq düşürsə də ürək nə edir? Başlayır tez-tez döyünməyə. Bu da xüsusilə oksigenlə, yəni toxumalarımız bizim oksigensiz qalır. Və ona görə bəzən şikayətlərin sırasında bəzi insanlarda bizə nə deyirlər? Başım dumanlı kimidir, yaddaşım yaxşı deyil. Məhz bu ürək damar sisteminə düşən yük olur ki, çünki təzyiqin aşağı düşməsi, qan dövranımızın pozulması bizim toxumaların, hüceyrələrin oksigensiz qalması deməkdir. Və bu zamanda əlbəttə ki, bizdə baş gicəllənmə kimi, yorğunluq kimi, yaddaş problemi kimi biruzə verilir. Sonra nə baş verir? Sonra demək, bədən temperaturumuz bilirsiniz ki, bizim 36 yəni normal bədən temperaturumuz 36 nömrə toçka 6-dır, nöqtə 6-dır. Orqanizm istəyir ki, bizim bədənimizi bu səviyyədə saxlasın. Və bu səviyyədə saxlamaq üçün, yəni bayırda həddindən artıq çox istidirsə də, nə baş verir? Başlayır hüceyrələrimizdə Teyif, yəni hansı ki bizə enerji lazımdır, mitoxondrilərdə enerji istehsal etmək üçün bunları daha çox xərcləyir. Yəni bizə qış aylarında lazım olan ATF, yay aylarında daha çox biz ehtiyac duyuruq. Və ona görə də əgər yetərincə bədəndə ya qida gəlmirsə də, ya bizim depolarımız çox boşdursa da, bu zaman yetərincə ATF də xərclənə bilmir. Biz gün ərzində həddindən artıq çox enerjisiz qalırıq. Elektrolit demək disbalanslığı çox önəmlidir. Xüsusilə ürək damar xəstəliklərindən əziyyət çəkən insanlarda. Bu bizə adi gələ bilər, amma inanın ki, bunların orqanizmində həddindən artıq böyük rol var. Yəni işi var. Məsələn, biz çox tərləyirik, yəni maye itiririk bədəndən. Bu sadəcə su deyil, bu bədəndə olan elektrolitlər var ki, bunlar hansılardır? Natrium, kalium, maqnezium. Xüsusilə bunların itirilməsi bizim bədənimizdə yenə də bizim hüceyrələrin enerjisiz qalmasına gətirir, çıxardır. Natrium hüceyrədən kənar maye həcminin sinir impulslarının ötürülməsini tənzimləyir və ona görə bəzən olur ki, məsəl üçün, əgər normal olan insanlarda biz tövsiyə edirik ki, məsəl üçün, içəndə mineral su iç, çünki tərləmə ilə gedir. Kalium daha önəmli bir mineraldır ki, bu da hüceyrə daxili mayeni, yəni xüsusilə əzələ yığılmasını tənzimləyir. Xüsusilə məsəl üçün ürək damar xəstəliklərindən əziyyət çəkən insanlarda mütləq kalium yoxlanmalıdır yay aylarında ki, biz baxmalıyıq ki, maye itkisindən bədəndən azalıb azalmayıb. Yəni ürək üçün də xüsusilə çox önəmli bir mineraldır. Maqnezium, biz sadəcə maqneziumu əzələ kimi, yəni əzələnin inkişafında, məsələn, qıc olmalarda tanınan bir mineral kimi tanınırıq. Lakin maqnezium ATF-dən danışdıq. Məhz ATF-in aktiv formaya çevrilməsi üçün bizdə ən önəmli kofaktordur. Yəni maqnezium yoxdursa da bədəndə həmin o enerji hüceyrələr, yəni mitoxondrilər enerji sintez edə bilmir. Və bu zamanda yenə də biz halsız, demək, enerjisiz qalırıq. Demək, ümumi götürdükdə, bəli, biz yay aylarında tərləmə bizim normal prosesimizdir. Yəni bədən onu yəni elə edir ki, biz normal 36.6 dərəcəyə bizim temperaturumuz düşsün. Yəni termoregulyasiya prosesi bizim normal reaksiyamızdır. Lakin tərləmə ilə biz elektrolitlərdə disbalans, yəni elektrolitləri alıb vermə kimi başa düşün. Yəni hüceyrənin içində və xaricində. Əgər məsəl üçün bunlarda disbalanslıq varsa da, bu alıb vermələr başlayır pozulmağa və biz yenə də hüceyrələrimiz enerjisiz qalır. Ona görə də mütləqdir ki, əgər bizim tərləməmiz varsa da, bu elektrolit disbalanslığını biz yadımızdan çıxartmayaq. Hormonların pozulması yuxu ilə bağlı olur yay aylarında, xüsusilə yayda uzanan günlər və xüsusilə gecə istisi bizdə bədəndə melatonin hormonu, yəni gecə hormonunun sintezini azaldır. Yəni normalda biz 10-da 11-də yatmalı, hava çox istidirsə də melatonin bədən onu sintez edə bilmir. Çox az sintez edir və yaxud da çox uzun müddətlidir, məzuniyyətdəyik, çalışırıq ki,
ki, gec saatlarda yataq. Bu bizim sirkadial ritmimizi, yəni bədənimizdə olan bioloji saatımızı pozur. Və buna görə də burada da önəmlidir ki, mütləq biz hormonal pozuntu, yəni melatonini, kortizolu nəzərdən unutmayaq. Və xüsusilə bilmirəm, bəlkə də sizə bir sual formasında verim. Xüsusilə yay aylarında əgər 8 saat yuxu yatırıq belə, yəni bir insan deyir ki, yox mən 8 saat yuxu yatıramsa da, lakin yenə də səhər duranda bədənində şişkinlik hiss edirsə də, bu da yenə sirkadian ritmin pozğunluğu, hormonal pozuntulara gətirir, çıxardır. Məhz burada da yenə melatonin, kortizol hormonunun dəyişməsi nəticəsində baş verir. Xüsusilə də yenə deyirəm, termik stres baş verir ki, bu da daha çox qadınlarda rast gəlir ki, məsələn, qarın ətrafı bir şişkinlik hiss edirlər yay aylarında. Məhz bu, həmin bu bioloji saatla əlaqəli olan bir prosesdir. Həzm sisteminə gəldikdə, həzm sistemi bir istidə çox fərqli olur. Bəzən olur ki, insanlar yay aylarında çox az qidalanırlar. Həm günəşdən enerji aldıqlarına görə, əslində bunun özü də bir yəni normal deyil. Gündəlik biz lazım olan makro mikronutriyentləri qidadan almalıyıq. Lakin bəzən də belə bir şey də olur ki, mədə-bağırsaqda ümumiyyətlə yay aylarında mədə-bağırsaq traktında demək həzm fermentlərinin sintezi azalır. Yəni qışda yediyimiz məsəl üçün əti normal ferment sintez olunur, parçalayır. Yay aylarında demək bunun zəifləməsi olur. Zəifləməsi də nə ilə bağlıdır? Qan damarlarının genişlənməsi və həmin bu istidə qan həzm sistemindən birbaşa dəriyə yönəldiyi üçün burada mədə-bağırsaq demək traktında perfuziyasiyası başlayır azalmağa. Və burada da ağır yemək yedikdə əlbəttə ki, biz bunların həzmini çətin edirik. Və həzm normadan çox enerji sərf olunduqda, yəni qida qəbul etmişik, onu həzm edə bilməmişik. Enerji həddindən artıq çox lazımdırsa da, bu da bizə gətirir metabolik ləngiməyi, yəni yediyimiz qidanı parçalaya bilmirik və sonra da həddindən artıq kəskin yuxuluğa. Yəni bəzən olur ki, insan yay aylarında yeyir, sonra anidən bir yuxu gəlir. Hər biri məhz bundan əlaqəlidir. Demək, ümumi sadaladığım hər bir şey altda yatan səbəbdir. Bu hər kəsə aid deyil, hər kəsdə fərqlidir əlbəttə ki. Lakin biz, məsəl üçün, ya bizə müraciət edən insanlar və yaxud da sizlər özünüz burada mütləqdir ki, bu sadaladığımız hansı problemlər bizdə varsa da ona uyğun biz dəstək olmalıdır. Yəni bir adam ola bilər ancaq başı dumanlı, baş gicəllənməsi bu şəkildə əziyyət çəkir. Bir insanda sadəcə ödəm, şişkinlik var. Bir insanda sadəcə yuxudan ayılırsa da enerji tükəndiyini gün ərzində hiss edir. Bunların altda yatan səbəblərini bilməliyik və ona uyğun biz bərpa prosesinə getməliyik. Bərpa prosesində nə etməliyik? Bərpa prosesində əgər elektrolit disbalanslığı varsa da, məsəl üçün baxırıq, həddindən artıq çox tərləmə varsa da bədəndə, mütləq artıq biz burada maqneziuma üz tutmalıyıq. Yəni burada deməməliyik ki, məsəl üçün keçən ay mən qəbul etmişəm, artıq tərləməni görürüksə də, burada bizim maqnezium itkisindən əziyyət çəkdiyimiz bilinir. Və bundan əlavə, yəni əziyyət çəkdiyimizi qoyaq bir kənara, enerjinin əmələ gəlməsi baş verməyəcəkdir. Xüsusilə yenə yuxu problemi varsa da, narahat oluruqsa da, kortizol hormonu xüsusilə bu şişkinlik, ödəm varsa da, yenə də burada biz maqneziuma üz tuturuq. Və ən önəmli, məsələn, bu prosesdə daim bizi dəstəkləyən ritm zdoroviyadır. Ümumiyyətlə çalışmaq lazımdır ki, yay aylarında, yəni 3 ay belə deyim, mütləq ritm zdoroviyanı qəbul edək. Çünki ritm zdoroviyanın tərkibindəki olan həm vitamin, mineraldan əlavə vitaminə bənzər fermentlər var ki, bunlar kofaktor sayılır. Və həmin bu vitaminə bənzər maddələri biz yay aylarında sintez edə bilmirik. Yəni bu məsəl üçün koenzim küdü və tərkibindəki olan hansı ki birbaşa bizim sinir impulslarımızla bağlı olan B vitaminlərdir. Hər biri bu ritm zdoroviyanın tərkibindədir.
Və ona görə insana ehtiyac yoxdur ki, bəzən olur ki, bəli, belə bir sual da ola bilər ki, məsəl üçün ritm zdorova sadəcə yəni insanlar istəmir də, məsəl üçün toplu bir qida əlavəsi qəbul etmək. Bu vitamin də ola bilər, mineral da ola bilər. Bu zaman biz insanlara bu şəkildə ötürürük. Ritm zdorova vitamin deposu deyil. Ritm zdorovanın tərkibində olan həm vitamin, həm bədəndə əvəz olunmayan minerallardır. Bundan əlavə, yay aylarında biz bunu bərpa edə bilmirik, yəni xüsusilə ala bilmirik. Və bizim bioloji saatımız pozulur. Gördüyünüz kimi tərkibində həm gecə, həm gündüz üçün lazım olan maddələr var ki, mikronutritlər var ki, bunlar bizim gündəlik dəstəkləyicimizdir. Və ona görə də yay aylarında bir insan həddən artıq enerjisindən əziyyət çəkirsə də mütləq birinci tövsiyə edəcəyimiz qida əlavəsi ritm zdorova olmalıdır. Bundan əlavə, bəzən olur ki, bədən müdafiə sistemi üçün həddindən artıq çox antioksidan sərf edir. Yəni müdafiə istəyir, ya hava istidir və müdafiəsi üçün antioksidan sistemini işə salır. Artıq burada antioksidan sistemi tükəndiyi üçün, azaldığı üçün mütləq burada da biz antioksidantlara üz tuturuq. Sınq bilirik ki, həm müdafiə sistemi üçün, həm dəri üçün lazım olan bir mineraldır. Və xüsusilə məsəl üçün çınkı mən yay aylarında uşaqlar üçün tövsiyə edirəm. Uşaqlar deyərkən yeniyetmələrdən əlbəttə ki, söhbət gedir. Bu aylarda boy hormonu, yəni yeniyetmələrin gec saatda yatması bunların boy hormonlarına çox təsir edir və burada da çink mineralı ən önəmli mineraldır ki, melatonini normal sintez etsin və bundan əlavə həmin bu yay aylarında böyümə sürətli getdiyi üçün dəstəkləyici bir mineraldır. Bəzən yorğunluğumuzun səbəbi insanlar yay aylarında yetərincə zülalla qidalanmırlar. Məsəl üçün, misal çəkə bilərəm ki, bu yaxınlarda mənə müraciət edən bir insanın qida rasionunu göndərməsini xahiş etdim. Ancaq qarpızdan, meyvədən, tərəvəz də deməsin, pomidor xiyardan ibarət idi. Bu insan ümumiyyətlə gün ərzində zülal almamışdı və əlbəttə ki, bu şəkildə davam edən insanlarda gipoksiya, yorğunluq hissi həddindən artıq olacaqdır, yəni dəmirlə bağlı. Deməzdim ki, yorğun hiss edən kimi həmən dəmir içməliyik, xeyr. Burada yenə də bizim altda yatan səbəblərdən biri dəmirin az olmasıdır. İnsanların yay ayları girdikdə yavaş-yavaş zülaldan, qırmızı ətdən imtinasını görürük və bu şəkildə də imtina etdikcə gipoksiya yaşayırlar və bu da gipoksiyanın, yəni yorğunluğun əsas səbəblərindən biridir. Xüsusilə əgər baxırıq ki, yay aylarında isti havanın yaratdığı yuxu pozğunluğu bizdə enerji itkisini bərpa etmək üçün ən önəmli qida əlavəsi qlisindir. Glisin heç kəs yəni deməsin ki, bu yuxu dərmanıdır. Çünki bəzən olur eşidirəm, glisin yuxu dərmanıdır. Xeyr, glisin yuxu dərmanı deyil. Glisin biz yay aylarında keyfiyyətli yuxu görmürük. Yəni dərin yuxu fazasında olmadığımız üçün həmin o beynimiz detoksikasiya edə bilmir. Bəzən olur ki, insan yatır, lakin o üçüncü dərin yuxu fazasına keçid edə bilmir. Həmin bu detoksikasiya olmur ki, səhər biz ayılanda yeni informasiya qəbul edək. Demək, bu qlisin xüsusilə həmin o dərin yuxu fazasını görmək üçün çox önəmlidir. Yəni, gördünüz ki, hörmətli əməkdaşlar, müraciətlərinizin sizə müraciət edən insanların sırasında son zamanlar yuxum pozulubdur, yay girəndən mütləq ki, burada biz dəstəkləyici olaraq ritm zdorovanı, qlisini tövsiyə edirik. Və önəmlidir ki, insanlara başa salmalıyıq ki, sənin bu yuxu dərmanı deyil, bu daha çox keyfiyyətli dərin yuxunu təmin etmək üçün əsas qida əlavəsidir. Bunu demək istəyirəm ki, sonda hörmətli əməkdaşlar, biz bədəni suni şəkildə işlətməyə məcbur etməməliyik. Yəni, enerji itkisi bir xəstəlik deyil, yəni bunu heç kəs xəstəliklə əlaqələndirməsin. Bu bizim yaya adaptasiya olmağımız üçün bir mexanizmdir. Yəni, normal bir təbii nəticədir. Lakin biz bunu
fizioloji ehtiyaclarımız var ki, əgər bunu biz fizioloji ehtiyacları düzgün şəkildə dəyərləndirib və həmin ehtiyaclarımıza uyğun şəkildə kömək etsək, əlbəttə ki, biz bu yüksək enerjini bərpa edə bilərik. Və ümid edirəm ki, bu təlimdən sonra yay aylarında xüsusilə bu son zamanların havaların isti keçməyi ilə əlaqəli ə, yorğunluğu bir xəstəlik kimi deyil, altda yatan bir hansısa problem kimi deyil, məhz bizim bədənimizin adaptasiya mexanizmi ilə əlaqələndirəsiniz. Və xüsusilə də özünüzdə sizlərə müraciət edən insanlarda mütləqdir ki, biz qısa bir analiz toplayaq və bunun həmin bu yay aylarında hansı mexanizmin işə düşdüyünü burada anlayaq. Əgər biz bu mexanizmi düzgün şəkildə anlayırıqsa da, həmin insanlara biz həyat tərzini necə dəyişməyini mütləqdir ki, ötürə bilərik. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm maraqlı təlim oldu. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.